Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tərtər su meliorasiya sistemlərinin istismarı idarəsi əkin sahələrinin suvarılmasını əsasən Tərtərçay və subartezian quyular vasitəsilə həyata keçirir. Belə ki, ərazinin 15 min hektara yaxını Tərtərçay, 13.500 hektar subartezian quyuları, 400 hektar İncəçay və 237 hektar Qarabağ kanalı vasitəsilə suvarılır. Suvarılan torpaqlara 3 nasos stansiyası xidmət göstərir. Daha bir ədəd yeni borsunlu nasos stansiyası isə yaxın dövrdə istismara veriləcək. İdarənin balansında olan 607 subartezian quyusundan 37-si içməli, 570 subartezian quyusu isə kommunal məişət və suvarma məqsədi ilə istismar olunur. İstismar tədbirləri planına uyğun olaraq 268 min kubmetr və ya başqa sözlə 385 kilometr məsafədə təsərrüfatlar arası və suvarma arxında lildən təmizləmə işləri aparılmış, 7 ədəd hidrotexniki qurğu təmir edilmiş, 4 ədəd yeni hidrotexniki qurğu inşa edilmişdir. Hesabat elində torpaq məzralı Qapanlı kanalının 1 kilometr məsafədə beton üzvüyə alınması işləri aparılmış. Həmən ərazidə yaxınlığında olan Qaziyan qaynaq kanalının 1 kilometr beton üzvüyə alınması işləri hal-hazırda davam etdirilir. Tərtər rayonunda son illəri aparılan meliorativ tədbirlər məhsuldarlığa öz müsbət təsirini göstərib. Fermerlər ötən il olduğu kimi bu ildə əkin sahələrindən bol məhsul gözləyirlər. 89-cu ildən təsərrüfatla məşğulam. Suqovuşan bizə qayıtdıqdan sonra bizim təsərrüfatda işlərimiz çox yüngülləşir, suvarma ilə bağlı. Suvarma belə bir şeydir ki, taxılı sulamasan, təsərrüfatı sulamasan, əldə yaxşı, yüksək məhsul əldə etmək mümkün deyil. Ona görə də dövlətimizə, prezidentimizə xüsusi təşəkkürlər bildiririk ki, torpağımız azad oldu, bizə çox yaxından kömək oldu su ilə bağlı. Tərtər su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən əhali dayanıqlı və keyfiyyətli içməli su ilə fasiləsiz olaraq təmin olunur. Ötən il ərzində Tərtər şəhəri Vüqar Həsənov küçəsində yeni su şəbəkəsinin inşa edilməsi layihəsi, həmçinin 19 ədədi əhali, 6 ədədi isə qeyri-əhali kateqoriyasına aid olmaqla 25 ədəd texniki şərt icra edilib. Ümumilikdə cari dövrdə 2763 metr müxtəlif diametrli yeni su xətti inşa edilib. Bununla yanaşı Tərtər şəhəri Mehdi Hüseynzadə küçəsi 30 mənzilli, Heydər Əliyev prospekti 50 mənzilli, Nizami küçəsində isə 30 və 60 mənzilli binaların yeni kanalizasiya şəbəkəsinə qoşulması işləri görülüb. Həmçinin şəhid ailəsinin müraciəti əsasında Tərtər şəhəri Vüqar Həsənov küçəsində 60 metr məsafədə diametri 200 mm olan kanalizasiya xəttinin yeri dəyişdirilib. Tərtər su meliorasiya sistemlərinin istismarı idarəsi olaraq 7148 əhali, 195 qeyri-əhali abonenti olmaqla ümumilikdə 7343 abonentə, əlavə olaraq 36 ədəd şəhid bulağı olmaqla ümumilikdə 343 ədəd ictimai bulaqlar vasitəsilə içməli su ilə təmin edilir. Qeyd edək ki, içməli su təsisatında fasilələrin yaranmaması üçün 2025-ci il ərzində içməli su şəbəkəsində 235 ədəd, kanalizasiya şəbəkəsində isə 333 ədəd müxtəlif diametrli borularda qəza baş verib ki, bütün qəzalar idarə əməkdaşları tərəfindən dərhal bərpa edilib.